Əvvəla salam aleyküm. Bura İmişli rayonu Murğuzallı kəndidir. Bizdə yəni hal-hazırda su problemi yaşayırıq. Burada mənim bağçamdır. Yəni bura mənim bağçamdır. Mən bura əkin əkirəm. Yəni bura mən 1000 manatdan yuxarı xərc qoymuşam. Yəni mən suya görə, yəni mən qalmışam bu vəziyyətdə. Hal-hazırda hamı da yəqin görür də, yəni yolun ucunda su maşınları yəni 2 dənə. Biri o yüzdendir, biri buradadır. Su maşını var 2 dənə. Yəni mən su maşını ilə öz bağçamı suvarıram. Bu Təsərrüfat Nazirliyidir, bu İmişli rayonun su idarəsidir, bu bizim kəndə suya baxandır, nəmi bu Kövsərdir, sonra bu su idarəsinin müdürü var, Cavanşirdir, kimdir? Yəni bu nəyə görə belə olmalıdır? Yəni mən bura xərc qoyuram, mən əkin əkirəm. Yəni, bu nəyə görə mən yəni burada yəni pul verib mən su maşını ilə həyətimə su gətirirəm. Öz həyət yəni sahəmi mən su maşını ilə suvarıram. Yəni buna yəni bir dövlət bir tədbir görsə daha da yəni yaxşı olardı, yəni biz üçün. Yəni başqa vaxt yəni deyilir ki, təsərrüfata yəni pul ayrılır, neyinilir, təsərrüfat yəni üstünlüyü verilən bir şeydir. Mən də təsərrüfatla məşğulam. Yəni mən qapıma su, yəni içməyə bir su tapırıq. Bundan əlavə mən yəni xərc qoyub mən su maşını ilə bura yəni mən su daşıtdırmışam. Nəyə görə belə olmalı? Yəni bu görən yoxdur. Su idarəsinin texnikaları hər yerdə kətdə işləyir, nə iş görülür bilinmir. Hər yerdə bir ekskavatorlar var, hər bir iş görülür. Yəni bu dövlətin danışanda ki biz nəsə deyəndə deyirlər dövlətin yəni əmlakı, yəni razılaşırıq, dövlət əmlakıdır. Dövlət əmlakı nə işləyir ki, yəni biz su tapırıq, yəni təsərrüfatımızı suvarmağa biz su tapırıq. Yəni xahiş edirəm yəni bu dövlət bir dənə buna tədbir görsün də bu İmişli rayonunun Murğuzallı kəndinə tədbir görürük.